təmin etmək üçün çox vacibdir. Hər bir sürücü yol nişanlarını tanımalı və onlara ciddi şəkildə əməl etməlidir. Məlumatverici nişanlar yol istifadəçilərinə lazımi məlumat çatdırmaq üçün istifadə olunur. Yol nişanlarının düzgün və aydın quraşdırılması nəqliyyatın daha təhlükəsiz və rahat idarə olunmasına şərait yaradır. Xəbərdarlıq yol nişanları sürücüləri təhlükə və ya dəyişikliklər barədə öncədən məlumatlandırır. Məlumatverici yol nişanları sürücülərə və piyadalara vacib məlumatları çatdırmaq üçün istifadə olunur. Bu nişanlar əsasən mavi fonda ağ simvollar olur. Xəstəxana yaxınlıqda xəstəxana olduğunu bildirir. Avtodayanacaq maşınları saxlamaq üçün icazə verilən dayanacaq yeridir. Otel və yan nöqtəyə gecələmək üçün məkanın olduğunu göstərir. Yanacaq doldurma mərkəzi benzin və ya dizel almaq üçün yer göstərir. Telefon yaxınlıqda telefon qabiliyyəti olduğunu bildirir. İnformasiya mərkəzi turistlər və sürücülərin məlumat ala biləcəkləri mərkəzi göstərir. Yeməkxana və ya restoran yemək yemək üçün yeri mövcud olduğunu göstərir. Xəbərdarlıq yol nişanları sürücüləri və piyadaları yolda olan təhlükələr və dəyişikliklər barədə öncədən xəbərdar etmək məqsədi daşıyır. Bu nişanlar əsasən sarı fonda üçbucaqlı formada olur və qırmızı haşiyəyə malikdir. Kəskin dönüş nişanı yolun sola və ya sağa kəskin dönüş olduğunu bildirir. Uşaq keçidi yaxınlıqda məktəb və ya uşaq bağçası olduğunu və uşaqların keçə biləcəyini xəbərdar edir. Qarşıda iş gedir. Yolda təmir işlərinin getdiyini göstərir. İki istiqamətdə hərəkət yolun iki istiqamətli olduğunu xəbərdar edir. Sürüşkən yol. Yol səthinin sürüşkün ola biləcəyini göstərir. Piyada keçidi. Piyadaların yola çıxa biləcəyi yeri göstərir. Heyvanlar keçə bilər. Yolda vəhşi və ya ev heyvanlarının çıxa biləcəyini göstərir. Təpə və ya eniş. Qarşıda yolun yüksəldiyini və eniş olduğunu göstərir.